Salam, xoş gördük hər birinizi. Bu günlərin çox gözəl, möhtəşəm, xırçıltılı, ağızda ovulan şorqoval hazırlayacağım. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi və videolarımı sonucan izləməyi unutmayın. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün bir qazanın içərisinə 2 stəkan süd, yarım stəkan ilıq su, 1 yemək qaşığı quru maya, 1 yemək qaşığı da şəkər tozu əlavə edib yaxşı qarışdırdıqdan sonra mayanın aktivləşməyini gözləyirəm. Və daha sonra isə xəmir yoğuracağım qabın içərisinə 1 kiloqram un əlavə edirəm və digər quru ərzaqları da unun içərisinə əlavə edirəm. 1 yemək qaşığı sarı kök, 1 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı da duz əlavə edib quru ərzaqları yaxşı qarışdırıram. Quru ərzaqları əlavə etdikdən sonra bir bütün yumurta, 2 ədəd yumurtanın sarısını əlavə edib, üzərinə 200 qram xamar, 150 qram da əridilmiş çörək yağını əlavə edib, kənarda aktivləşdirdiyim mayalıq südü də əlavə edib xəmirimi yoğurmağa başlayıram. Xəmirimizi çox bərk yoğurmamalıyıq. Əliyə yapışmayan yumuşaq xəmir yoğurmalıyıq. Xəmiri yaxşı yoğurduqdan sonra qapağını bağlayırıq ki, xəmirimiz mayalansın deyə. Xəmirimizin qapağını bağlayıb 1 saat maylandıracağam. Bu vaxt ərzində içlik hazırlayıram. İçliyi hazırlamaq üçün bir qabın içərisinə otaq temperaturunda yumuşaldılmış 150 qram çörək yağı əlavə edirəm. Üzərinə 1 yemək qaşığı zirə, 1 yemək qaşığı razana, 1 yemək qaşığı duz və 1 yemək qaşığı sarıkök əlavə etdikdən sonra 3 stəkan dolu, 1 stəkan da başından 2 yemək qaşığı əskik un əlavə edib yaxşı qarışdırıram. Yağ tamamilə unla həll olunduqdan sonra ocağın altını yandırıb qovuracağam. İçliyimizi bu qaydada əlimlə unla yağı bir-birinə qarışdırdıqdan sonra ocağın altını yandırıram. Artıq içliyimiz hazırdır. Gördüyünüz bu qaydada topalaşmağa başlayırsa, deməli içliyimizi ocaqdan götürə bilərik. Və 1 saat keçdi. Xəmirimiz yaxşı mayalanıbdır. Xəmirin havasını çıxarıb kündələməyə başlayacağam. Xəmirimizi gördüyünüz kimi 9 ədəd iri kündələrə böldüm və yuvarlaq hala gətirərək üzərini örtəcəm. 10-15 dəqiqə gözlədəcəm ki, xəmir özünə gəlsin. İndi isə ilk hazırladığım kündəni başlayıram un əlavə edərək yaymağa. Yəni onu da qeyd edim ki, xəmiri yayarkən çox undan istifadə etmək olmaz. Yəni nə qədər un əlavə edilərsə, o qədər xəmir bərkiyəcək, qoğallarımız sərt alınacaq, qatları yaxşı çıxmayacaq. Yəni tək-tək qatları sayılmayacaq. Xəmirimi olduqca geniş ölçüdə və nazik şəkildə yaydıqdan sonra xəmirimi əlavə edəcəyəm. Masanın üzərinə bitki yağı əlavə edib fırça ilə hər tərəfini yaxşı çəkirəm. Bitki yağı çəkməyimin səbəbi çörək yağı donur. Donduğu zaman xəmirimizi yaxşı çəkişdirə bilmirik və xəmir yapışa bilir rulo şəklində gətirərkən. Bitki yağı isə yapışmağa qoymur. Onun üçün ilk öncə bitki yağı çəkmək lazımdır masanın üzərinə. Və xəmirimi yerləşdirirəm masanın üzərinə. Gördüyünüz kimi kənarlarından bu qaydada ehtimallı şəkildə sirkələyə çəkişdirirəm ki, geniş ölçüdə açılsın deyə xəmirimiz.
Xəmirimin hər tərəfini yaxşı çəkişdirdikdən sonra ərinmiş çörək yağı ilə hər tərəfini bol-bol fırça ilə yağlayıram. Hər tərəfinə yağı sürtdükdən sonra ikinci yaydığım xəmiri də digərinin üzərinə yerləşdirərək yenidən kənarlarını çəkişdirməyə başlayıram. İkinci xəmirimi də digər yaydığım xəmirin üzərinə yerləşdirərək kənarlarından çəkişdirirəm. Nə qədər nazik çəkişdirirsək, o qədər yaxşıdır. Xəmirlərimizin qatları tək-tək sayılacaq və incə alınacaq. Və bu qaydada bütün xəmirlərimi davam edirəm yayıb, yağlayacağam xəmirlərimin hamısını bu qaydada. Və onu da qeyd edim ki, xəmiri bu cürünə çəkişdirərkən kənarlarından cırmamağa diqqət etmək lazımdır. Xəmirimiz cırılarsa qoğalımızın qatları yaxşı alınmayacaqdır. Yaydığım yuxaların arasını yağlamaq üçün mən 500 qram çay yağı əridib istifadə etdim və sonuncu yuxanı da yerləşdirib kənarlarından çəkirəm. Sonuncu yuxamızın üzərinə qəti şəkildə yağ çəkmirik. Yəni rulo şəklində bükərkən rahat şəkildə bükə bilək deyə yağ vurmaq olmaz. Yaydığım xəmirlərin hamısını masanın üzərinə yerləşdirdikdən sonra 3 barmaq qalınlığında lent şəklində kəsməyə başlayıram. Uzunsov lent şəklində kəsdiyim xəmirləri gördüyünüz bu qaydada uc hissəsindən tutaraq burmağa başlayıram. Rulo şəklində bükürəm. Qoğalımızın qalınlığını, kiçikliyini özümüz qərarlaşdırırıq. Yəni çox böyük qoğal istəyirsinizsə böyük rulo edirik. Kiçik qoğal istəyirsinizsə kiçik ölçüdə, yəni buruqlar əmələ gətirməliyik. Kəsdiyim xəmirlərin hamısını rulo şəklində bükdükdən sonra 10-15 dəqiqə təkrar gözlədəcəm ki, xəmir özünə gəlsin deyə. İlk hazırladığım kündənin kənarından tutaraq bu qaydada orta hissəsinə gətirirəm. İçərisini genişlədərək islik əlavə edib qoğalları hazırlayıram. Qoğalın qatlarını pozmaq olmaz. Gördüyünüz bu şəkildə içini genişlədirəm. Orta hissəsini genişlətdiyim xəmirin içərisinə 3 çay qaşığı içlik əlavə edərək üzərindən gördüyünüz çay qaşığı ilə basıram və daha sonra isə xəmirimizin ağız hissəsini bağlayaraq üzərindən basacağam ki, xəmirimiz qoğal formasını alsın deyə.
İçlik əlavə edib bitirdiyim xəmirlərin hamısını üzərinə bu qaydada basdıqdan sonra soba listinə yerləşdirib təxminən 20 dəqiqə, 25 dəqiqə yenidən gözlədirəm ki, qoğallarımız köpsün deyə. Qoğallarımız köpdükdən sonra 2 yumurtanın sarısının üzərinə bitki yağı əlavə edərək qoğallarımızın üzərinə ehtiyatlı şəkildə çəkmək lazımdır. Yəni bərk fırça ilə çəkmək olmaz. Qoğallarımızın çökmüş vəziyyəti aşağı enə bilər deyə. Onun üçün yüngülvari fırça ilə belə bu qaydada yüngül-yüngül çəkmək lazımdır. Qoğallarımızın üzərinə yumurta sarısını çəkib bitirdikdən sonra qara çörək otu və mak əlavə edərək öncədən isitdiyim 150 dərəcəli sobada fan rejimində 20-25 dəqiqəyə bişirirəm. Qoğallarımı sobadan çıxardım. Gördüyünüz kimi nar kimi qızarmış, xırçıltılı qoğallar alınıbdır. Və budur, qoğallarım soyudu. İndi isə içərisini bölüb göstərirəm sizə. Gördüyünüz kimi nar kimi qızarıb, çox kövrək, əl vurduqca ovulub tökülən qoğallar alınıbdır. Əminəm ki, sizlər də bəyənib hazırlayacaqsınız. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm və hər kəsin qarşıdan gələn bayramları mübarək olsun. Və hələ də kanalıma abunə olmamısınızsa, abunə olmağı və zil butonuna toxunmağı unutmayın. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik sağ olun.